Amerika hərbiçiləri Venesuela prezidenti Nikolas Maduroya qarşı əməliyyat zamanı onun həyat yoldaşına aparmağı planlaşdırmayıblar. Yenavas.com xəbər verir ki, bu barədə Venesuelanın Daxili İşlər, Ədliyyə və Sülh naziri Diosdado Cabello Telesur telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə Silya Flores Maduro ilə birlikdə getməyi özü təkid edib. Stat: Nikolas Maduro onu apararkən Silya Flores aparmaq planlaşdırılmayıb. Silya isə onlara əgər həyat yoldaşımı aparsanız, onda məni də aparmalısınız deyib. Statın sonu. Cabello həmçinin Karakasdakı əməliyyat zamanı əksəriyyəti gənclərdən ibarət olmaqla ən azı 100 nəfərin öldürüldüyünü bildirib. Qeyd edək ki, yanvarın 3-də ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyat zamanı prezident Nikolas Maduro və həyat yoldaşı Silya Flores həbs edilərək Nyu-Yorka aparılıb. ABŞ prezidenti Donald Trump Maduro və Floresin narkotik terrorizmi və ABŞ üçün təhlükə yaradan iddialarla mühakimə olunacağını qeyd edib. Maduro və həyat yoldaşı Nyu-York məhkəməsində çıxış edərkən ittihamları qəbul etməyiblər. Venesuela Ali Məhkəməsi dövlət başçısı vəzifələrini müvəqqəti olaraq vitse-prezident Delcy Rodriguezə həvalə edib. Yanvarın 5-də o rəsmi olaraq vəzifəsinin icrasına başlayıb və Milli Assambleya qarşısında and içib.